Hamınıza salam əziz dostlar. Bugün sizlə mühüm bir mövzu haqqında danışmaq istəyirəm. Bizə bu günə kimi həmişə güya Məhəmmədin peyğəmbər olduğu deyirlər, öyrədiblər daha doğrusu. Bildiyiniz fakat hal-hazırda Türkiyədə də danışırlar. Mən də məcburiyyət qarşısında qaldım, danışıram. Göstərirlər ki, onun peyğəmbər olmadığına, yəni saxta peyğəmbər olduğuna, mən demirəm ki, indi o yəni peyğəmbər olduğunu zənn elədiyinə, daha doğrusu dair dəlillər var. Bildiyiniz kimi Məhəmmədin müqəddəs sayırlar. Və bizi də bunu inanmağa məcbur eləyirlər güya. Dostlar, mən bu kanalı açdım və sizə dinlərin əslində saxta olduğunu, ilahi bir tərəfi olmadığını isbat eləməkdən ötürü açdım bu kanalı. Artıq bildiyiniz kimi bu dini xurafatlar artıq insanların istismarına və insanlardan istifadə edirlər. İnsanlar da elmləri yetərli olmadığına görə belə xurafatlara inanırlar. Dostlar, Məhəmməd özünə vəhiy gəldiyini iddia edir. Yəni Allahdan danışdığını iddia edir. Dostlar, sizinlə bu mövzu haqqında bir hədis haqqında danışmaq istəyirəm. Bildiyiniz kimi Məhəmməd dünyanın 7 gündə yarandığını iddia edir. Və bunu Quran-Kərimdə də görə bilərsiniz. Deyir, and olsun ki, biz Quranı dünyanı 7 gündə yaratdıq. Tövratda da bu ayəni görə bilərsiniz. 3 səmavi dinə görə də eynidir bunun hökmü. Dostlar, arxeoloji qazıntılar bizə göstərir ki, dünya 4 milyar ildə yaranıb. Yəni Muhammed vəhiy alıbdırsa həqiqətən də, və onda nətər olur ki, o deyir ki, 7 gündə yaranıb. Allah səhv eləməz də, düzdürmü? Allah səhv eləmirsə, deməli bu adam bu xəbəri Allahdan almayıb. Bunu daha çox insanları idarə eləməkdən ötürü bu din qurulub. Belə bir dəlildir. Başqa bir hədisində deyir ki, dünya 7 qat göy səmadan əmələ gəlib güya 7 qat səmadan ibarətdir. Bunların hamısının arasında da 70 qat məsafə var. Bu nə deməkdir? Yəni ki, bu 7 qat göyün hərəsində 70 metrlik, o dövrlərdə bildiyiniz kimi metr yoxdur. Ərəb teologiyasında, teologiya deməyək, Ərəb əqidəsində arşın deyirdilər buna. Deyir ki, 70 arşındır. Bugünkü gündə isbat olunubdur ki, Stephen Hawking'in araşdırmalarından da bildiyiniz kimi bir çox fizika alimləri, indi mən bu adlarını sayıb qutaranmaram, göstərirlər ki, kainat genişlənməkdədir.
Və bu da Məhəmmədin iddiasının tamamilə səhv olduğunu göstərir. Hətta alimlər araşdırdılar ki, bu yaxınlarda kainatın hardasa 1.13 milyar il əvvəl yarandığı iddia olunurdu deyəsən. Tam baxmamışam. Hətta daha qədim ola biləcəyi belə iddia olunur kainatın. Yəni kainat trilyarlarca arşın böyüklüyündədir. Milyarlarca. Dostlar, Məhəmməd bir bildiyiniz kimi epilepsi hastası olub, şizofrenik olub. O Hira mağarasını kəsilən vaxt çox oruç tutduğuna görə, ac qaldığına görə Cəbraili, Qabrieli gördüyünü iddia eləyib, halüsinasiya şəklində onu görüb. Və bu da onun peyğəmbər güya olduğunu inanmağına səbəb olub. Yəni artıq İslamın Məhəmmədin peyğəmbər olduğuna inanmağımız məntiqli deyil.